Salam əziz dostlar, biz yenə də Brain Ring'dəyik və may ayının növbəti seçim oyunuyla efirdə İctimai Televiziyanın yayımında. Yayımımız yeri gəlmişkən Dənizkənarı Bulvar İdarəsi ərazisində yerləşən Crystal Hall'dan həyata keçir və 10 ildən çoxdur bizə dəstək verən Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidir. Verilişimizin baş sponsoru bu dəfə də NAR'dır. Verilişimizin maliyyə sponsoru Birbank. Bugün müstəqil hakimlərimiz, baş sponsorumuz olanların marketinqi, ünsiyyət vasitələri üzrə bölmə rəhbəri Aydın İsrafil və Gənclər və İdman Nazirliyinin sektor müdürü Kənan Kərimovdur. DJ pultu arxasında DJ Maksim. Dəstək qrupumuz, Flash qrupunu salamlayaq. Komandanın yaxşı oynaması üçün onlara dəstək verən lazımdır. Dostlar, xatırladıram ki, NAR Kuboku uğrunda yarışlar davam edir və NAR Kubokunun sahibinin bilinəcəyi gün uzaqda deyil. Dəyişməyən baş sponsorumuz Kubokun sahiblərinə dəyərli hədiyyələr hazırlayıb. NAR sənə ən yaxın, eləcə də proqramın maliyyə sponsorundan Birbankdan bu Kubokun sahiblərinə hesabında 3000 manat olan bu kart hədiyyə ediləcək. Hələlik bu ada layiq və ən yaxın mart ayının çempionları Bakı Dövlət Universiteti komandasıdır. Aprel ayının çempionu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti komandası. Eyni zamanda mayın da ilk finalçısı bəllidir. Gəncə. Bəs başqa kim oynamaq istəyir? Zalda ölkəmizin 13 bölgəsindən və 8 universitetindən 24 komanda var. Ringə kim çıxmaq istəyir? Şirvan, Quba, Norm Sement, Azərbaycan Tibb Universiteti, Naxçıvan komandası, Bridge, Birbank, Full, UNEC, Sabirabad. Gəlin Tibb Universiteti komandası ilə qırmızı masa arxasında görüşək. Azərbaycan Tibb Universiteti komandası bu tərkibdə oynayır. Arzu Musayeva, Cavid Əhmədov, İlahə Sadıqova, Fərid Əhədli, Aydın Cəfərov və komandanın kapitanı Fərid Məmməd Hüseynov öz yerlərini alırlar. Onların rəqibi olacaq komanda isə Şəkidə ola bilər, Cənubda, Xankəndi, Qarabağ Universiteti, Lənkəran, Mingəçevir. Bayaq gözümə Göyçayın full komandası dəydi və onları gəlin bura yaşıl masa arxasına dəvət edirik. Cavid Anacıyev, Nihat Hacızadə, Rüstəm Fətəliyev, Orxan Babazadə, Emin Məmmədov və komanda kapitanı Ceyhun Hüseynov yerlərini yaşıl masa arxasında alırlar. 5 xala qədər döyüşə başlayırıq. Bu ilk seçim döyüşüdür. Hesab 0-0, bir xal oynanılır. Stikini Seminol hindularının şər tanrısıdır. O insanları gecələr öldürürdü. Stikini ilə mübarizə aparmaq üçün ən yaxşı üsul oxlardır. Bəs bu oxlar hansı quşun lələklərindən olmalıydı? Vaxt. Tibb Universiteti komandası? Bu suala İlahə Sadıqova cavab verəcək. Eşidirəm sizi. Bəlkə bayquş. Niyə bayquş? O da yəni gecə quşu olduğunu. Oo, düzdür, 1-0. Məntiq doğrudur. Növbəti sual, yenə bir xal. Fərid, belə bir xəstəliyi eşitmisinizmi? PKU xəstəliyi. Xatirimə gəlmir. Bu xəstəlik insanların inkişaf etməsinə mane olur, onların ölçülərinin balaca qalmasına, albinos dəriyə və qızıl saçlı olmasına gətirib çıxarır. Maraqlıdır ki, hələ orta əsrlərdən bu xəstəlik ən çox bu Avropa ölkəsində yayılmışdır. Hansı? Vaxt. Göyçayın full komandası, buyurun. Nihat Hacızadə cavab verəcək. Oo, hesab bərabərləşə bilər. İrlandiya. İrlandiya doğru cavabdır, 1-1. Belə ki, leprekonlarla məşhurlaşmış İrlandiyada əslində insanlar leprikonu yox, PKU xəstəliyinə tutulmuş insanları görürlər. Bunları leprekon adlandırırlar. Göyçayın full komandası Azərbaycan Tibb Universitetinə qarşı birinci döyüş. Hesab 1-1. Niderland dili daşıyıcılarının sayı İspan dilli insanlardan xeyli azdır. Lakin Niderland Wikipediyasında məqalələrin sayı daha çoxdur. Bir araşdırmaya görə məqalələrin sayı nə ilə tərs mütənasibdir? Vaxt. Diyalektlərin sayı nə? Yox, əhali ilə Tibb Universiteti, buyurun. Özüm çalışım cavab verməyə. Demək, yəni Niderland dili rəsmi dildir bir Niderlandda, bir də köhnə müstəmləkə dövlətlərdə. Yəni müstəmləkə dövlətlər və ümumi dilin ləhcələri və dildə danışılan xalqlar arasında tərs mütənasib var. Heyf ki, yanılırsınız. Göyçayın full komandası düşünür. Burjuaz revolyusiya
Niyə tərs veririz deyə o çoxaldıqca bu azalır. O çoxaldıqca bu azalmalıdır. Nəsə çoxaldıqca... Başa düşüyorum. Belki həqiqətən müəlliflərə görə из-за avtorов Просто просто müəllif больше... azlıq çox Да, deyir. просто Müəllif azlıq. Sosial şəbəkənin məşhurluğu. Sosial şəbəkə... Buyurun, kim cavab verəcək? Ceyhun? Gəlin bu sualı Rüstəm Fətəliyev üçün təkrar eləyək. Niderland dili daşıyıcılarının sayı İspan dilli insanlardan xeyli azdır. Amma Niderland Wikipediyasında məqalələrin sayı çoxdur. Qəribədir. Bax, bir araşdırma onu göstərib ki, bu məqalələrin sayı nə ilə tərs mütənasibdir? Gəlin fərz elək ki, söhbət əhalidən gedir. Yox, söhbət hava şəraitindən gedir. Pis havada insanlar evdə oturur və məsələn Wikipediyada məqalələr yazırlar. Niderlandın iqlimi yumşaq hesab olunmur. İspan dili daşıyıcıları isə adətən isti ölkələrdə yaşayırlar. Evdə oturub məqalə yazmaq üçün hava o deyil. Növbəti sual 2 xal dəyərində. İndoneziyalılar necə insanı üzərində çox sayda yetişmiş, iri dənələri olan çəltik sümbülünə bənzədir? Vaxt. Göyçən Ful komandası, buyurun. Nihat Hacızadə cavab Buyursun, verəcək. cavabını eşidək. Bu qocalmış insanları. Yəni qırışı falan, saçı ağarır, qocalmış insanları. Xeyr, elə deyil. Masadan qalxmalı olursunuz. Rəqiblər düşünür. Bəlkə piercing falan, tatu olan insan, piercing tatu. Bəlkə hamilə. Saqqallı insanlar. Sümbül bədənində olmalı. Bu çoxlu deyil, yoxsa çox uzun. Ağarmışdır, o qırışdır. Özünədir. Şeydə başlayır. Fərid, Zəhmət olunsun mənim üçün təkrarlayın. İndoneziyalılar necə insanı üzərində çox sayda yetişmiş iri dənələri olan çəltik sümbülünə bənzədirlər? Fərz eləyək ki, saqqallı insanlar. Saqqallı insanları. Bu bir atalar sözüdür. Sizin ən sevdiyiniz Azərbaycanca atalar sözü hansıdır? İşləməyən dişləməz. Mənim isə ağac bar verdikcə başını aşağı əyər. Bu təvazökar insanlar haqqında deyirlər ki, o yetişmiş, iri dənələri olan çəltik sümbülü kimi başını aşağı əyir. Çox heyif, çox heyif. Diskvalifikasiya riski var deyə mən başa düşmək istəyirəm. Komandalardan hansına daha çox azarkeşləriz? Tibb Universitetinin azarkeşləri. Bəs Göyçayın Ful komandası. Olimpiya tarixinin jurnalı adlı nəşr əvvəllər hansı 3 sözdən ibarət adı daşıyırdı? Vaxt. Tibb Universiteti, buyurun. Cavabınız? Əsas iştirak etməkdir. Yox. Komanda kapitanını itirir. Bizim dildə 6 söz edir. Bizim dildə 6 söz edir. Səndə kim dedi 6-cı? 3 sözlə dedi. 2 sözlə dedi. 3 söz dedi. 6 dənə söz. Atius, Fotius, Sitius. Tələsmə də. Tələsmə. Я знаю это. Deyərsən. Yenə də fikirləşə, başqa bir nə olar? Ceyhun kim cavab verəcək? Özüm cavab verəcəm. Xahiş edirəm sualı mənim üçün təkrar edəsiniz. Olimpiya tarixinin jurnalı adlı nəşr əvvəllər hansı 3 sözdən ibarət adı daşıyırdı? İdman, sən dünyasan. Diskvalifikasiya. Doğru cavab Sitius, Altius, Fortius idi və komandanın bu cavabı var idi. Göyçən Ful komandasının bu cavabı ola-ola kapitan başqa cavabı verdi və hər iki komanda diskvalifikasiya olunur. Hər iki komanda diskvalifikasiya olunur və mən şans oyunu elan edirəm. Buyurun. Bütün komandalar şans oyununa dəvətlidir. O cümlədən Göyçayın Ful komandası da, o cümlədən biraz əvvəl bu masa arxasında yerləşən Azərbaycan Tibb Universitetinin komandası da. Diqqət, şans oyunu. Oyunçunuz masa arxasındadırsa buyurun, oynayın. Dostlar, mən sizə kimyəvi elementi deyirəm. Siz mənə onun atom nömrəsini deməlisiniz. Bəli, kömək üçün 3 variant deyəcəm, narahat olmayın. Diqqət. Gəlin başlayaq dəmirdən. Dəmir. 16, 26, 36. Vaxt. İşıq qırmızı masada yandı, buyurun. 26. Düzdür Cavid, düz buyurursunuz. Və beləcə qırmızı masa 2 yerə bölünməli olur. Xatırlatmaq istəyirəm ki,
özünü təqdim etsin oyuncular ki, tamaşaçılarımız da onları dərhal tanısın. Prometheum 61, 62, 63 vaxt. Eşidirəm sizə Eydər. 62. 62 səhv cavabdır. Nə deyirsiniz? Cavid Məmmədov Nal komandası 61 deyirəm. 61 düz cavabdır. 61 düz cavabdır. Diqqət. Necə oldu? Yaxşı. Hidrogen. Vaxt. 1. Doğru cavabdır. Doğru cavabdır. Təbrik edirəm. Naxçıvan komandasını yaşıl masa arxasına dəvət edirəm. Naxçıvan komandası bu tərkibdə oynayacaq. Diqqət. Hüseyin Həsənov, Mahmud Hüseynov, Asiman Cabbarova, Elvin Hüseynov, Kərim Əhmədov və komanda kaptanı Çingiz Ağayev dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Naxçıvan komandası bu şans oyunundan bura qədər çıxdısa, mən onlara bu fürsəti vermək istəyirəm. Özləri rəqib seçsinlər. Naxçıvan komandası kimə qarşı oynamaq istəyirsiniz? Bir bank deyirəm getsin. Hə, hamı oynamaq istəyir. Siz kimlə oynamaq istəyirsiniz? Sakit, buyurun. Həqiqətən bu şansımız var, yəni seçə bilirik, yoxsa seçəcəyik, sonra deyəsiniz yox, başqa adam çağıraq. Mənim sizinlə zarafatım yoxdur. Onda bir bank komandasını çağıraq. Wow, ağla sığmazdı. Qırmızı masa arxasına bir bank gəlir. Akif Məhərrəmov, Rüstəm Babayev, Kamran Qasımov, Rıza Dadaşzadə, Surxay Əlizadə və komanda kaptanı Gündüz Abbaszadə gəlirlər. Və başa düşdüyünüz kimi bu döyüş seçim döyüşüdür. Görək final mərhələsinə kimlər çıxacaq? Naxçıvan komandasını bu cəsarətə görə alqışlamağa dəyər. Bir Amerikan serialında valideynlər vilayətdə yerləşən məktəbdə tədris səviyyəsinin yüksəlməsi, digər vilayətlərdən bura çoxlu şagirdlərin gəlməsindən narazıçılıq edir. Bəs bunun səbəbi nədir? Vaxt. Hücum, kontraş söhbəti. Vur. Naxçıvan, buyurun. Özüm cavab vermək istəyirəm. Bəlkə bu Gold Rush temasıdır, qızıla hücum, qızıl hərisliyi vaxtı, qızıl olan əyalətə hamı qaçış eləyir, orada da ona görə uşaqlarda eynən artır valideynlər O vaxt gəldiyi üçün. valideynlərin fikrində təhsil olmur. Hamının fikri qızılda idi. Yanılırsınız, bir bank komandası düşünür. Götək təhsil səviyyəsi artır, amma ora gəl. Niyə? Valideynlər Təhsil səviyyəsi artma, adamların sayı təhsil artma. İtixaclar yaranır, yollarda qalırlar, düşür yoxsa artır? saatlarla. Düşür yoxsa artır? Bəlkə tıxacla bağlı olan mən. Sibel səhəli fikirləşin mən deyildim. Sonra düşür yoxsa artır? Zəhmət olmasa Akif Məhərrəmov üçün sualı təkrarlaya bilərsiniz. Bir Amerikan serialında valideynlər vilayətdə yerləşən məktəbdə tədris səviyyəsinin yüksəlməsi, digər vilayətlərdən bura çoxlu şagirdlərin gəlməsindən narazıçılıq edir. Bunun səbəbi nədir? Ola bilsin orada yeni universitet açılmışdı. Ona görə də tədris səviyyəsi orada yüksəlmişdi. Yox, məktəbdə təhsilin səviyyəsi yüksəldikdə bura həmin məktəb üçün köçən əhalinin sayı artır. Bu da nəticədə həmin ərazinin məşhurlaşması, sıxlığı, vergilərin yüksəlməsi deməkdir. Valideynlər bu məsələyə daha sıx şəraitdə yaşayacaqları üçün etiraz edirlər. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Bütün canlı insanların yer üzündə olduğu son tarix 2 noyabr 2000-ci il olub. Bunun səbəbini izah edə bilərsinizmi? Vaxt. Naxçıvan komandası buyurun. Eşidirəm. Hüseyin Həsənov cavab vermək istəyəcək. Kosmik stansiyaya gediblər bəlkə. Mənə cavab verirsiniz. Üzr istəyirəm. Bu 2000-ci ildə il dəyişmişdi. Ola bilər ki, hamı oyağı idi. O ilin dəyişdiyinə görə hamı onu qeyd edirdi. Yox, masadan qalxmalı olursunuz. Bir van komandası düşünür. Həmin gün samolyot qalxıb, hamı yer üzündə. Təyyarə qalxıb, gün təyyarə qalxıbsa, yer üzündə, hamı yer üzündə, hamı yer üzündə. Zəhmət olmasa Akif üçün sualı təkrarlayarsınız.
Akif, ikinci cəhddən bütün canlı insanların yer üzündə olduğu son tarix 2 noyabr 2000-ci il olub. Bunun səbəbini izah edə bilərsinizmi? Ola bilər həmin gün heç bir təyyarə göyə qalxmayıb, onda hamı yer üzündə idi, heç kim göydə deyildi. Həmin gün nə olmuşdu ki, təyyarələr? Ola bilsin hansısa vulkan olub, hansı bir səbəbdən təyyarə uçuşları olmayıb həmin gün. Yox. Ondan sonraki gündən etibarən həmişə, hər gün Beynəlxalq Kosmik Stansiyasında kimsə var. Səbəb budur. Növbəti sualın dəyəri 3 xala qədər artır. Guglielmo de Saliceto, bu ad sizə nəsə deyir? Deyir. 13-cü əsrdə çap edilmiş xirurgiya kitabının müəllifidir. Siz isə deyin, o dünyada hansı peşənin ilk nümayəndələrindən hesab edilir? Vaxt. Bir bank komandası. Akif Məhərrəmov. Buyursun. Cərrah. Doğrudur. Bir çox xarici dildəki cərrah sözü Salicetonun eyni adlı əsərindən yaranıb. 3-0. Hesabı bir bank açdı. Növbəti sual. Orta əsrlərdə uzun müddət Avropanın böyük imperatorluqlarında Habsburqlar sülaləsinin üzvləri hakimiyyətdə olmuşdu. Sülalənin üzvləri nəyi, hakimiyyəti əlində saxlamaq və başqa sülalə ilə paylaşmamağın ən vacib şərti hesab edirlərdi. Vaxt. Bir bank komandası. Kamran Qasımov. Qohum nikahları. Doğrudur. 4-0. Və beləcə bir bank komandası hesabda ciddi və böyük fərq yaratdı. Naxçıvan komandası. Məhz onları çağırdığınıza peşman deyilsiniz. Yox, qətiyyən. Hesab arasında fərqi azaltmağa çalışırsınızmı? Azaldacağıq, çalışmırıq. Diqqət! Görək bunu bacaracaqlarmı? Futbolçu Jamie Vardy gəncliyində kifayət qədər davakar və şuluq olub. Belə ki, onun karyerasında bir dövr olub ki, məşqçi onu ikinci hissənin ortalarında əvəzləyir və uzaq səfərlərə ümumiyyətlə aparmırdı. Bu qərarların izahında hansı cihazın adı çəkilir? Vaxt. Niyə çıxardır onu geri? Polisin ayağına bağlıyorlar. Cihaz nədir? Cihaz olur. Və niyə saxlayır onu geri? Dialez cihazından söhbət gedir. Bu bıçaqlanıb da nə vaxtsa? Adaşzadə. Maraqlıdır onun versiyası nədir? O yəqin ki, polis də cinayətlə təqsirləndirir. Ona görə də ona xüsusi qurğu bağlamışlar ki, harasa gedəndə o həmin o qurğu ilə bildirilir ki, o çıxmış olur həmin bu ərazidən. Ona görə də o ancaq bu müddətdə oynaya bilir. Səfərə gedə bilməz, həmin ərazidən çıxa bilmirdi. Həmin ərazidən çıxanda artıq polislərə bildiriş gedir ki, bu ölkəni, həmin bu yıla şəhəri tərk edib, ona görə də yenidən məsuliyyətə cəlb olunur. 5-0. Çox doğru izah etdiniz. Həqiqətən də söhbət elektron qol bağdan gedirdi və beləcə özünüz üçün masa arxasında yer təmin etdiniz. Final döyüşlərinə sizi bir daha dəvət edəcəyim. 2 final döyüşü öncəsi isə daha bir seçim oyunu və gəlin görək ringə kim çıxmaq istəyir. Sabirabad komandası, Azərbaycan Turizm və Menecment Universiteti, UNEC, Bridge komandası, Norm, Quba komandasını qırmızı masa arxasına dəvət edirəm. Quba komandasına belə bir fürsət verilir. Belə ki, komanda bu heyətdə görəcək. Məhəmməd Hacı Balayev, Aynurə Şıx Məmmədova, İsmail Məmmədquliyev, Gültac Əhmədova, Sadiq Mahmudov və komandanın kapitanı Aytac Əhmədova. Onlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Eyni zamanda saatlı oynaya bilər, Sumqayıt gələ bilər. Azərbaycan Dillər Universiteti, Mingəçevir, Lənkəran, hətta Qarabağ Universitetinin Xankəndi komandası da sizi yaşıl masaya dəvət edirik. Şəmsəddin İsmailov, Həmidə Muradova, Əli Bəndəliyev, Emil Ağazadə, İlknur Qasımov və komanda kapitanı Əlirza Əhmədov yerlərini yaşıl masa arxasında alırlar. Quba, Xankəndi. Diqqət, diqqət. Məhəmməd Həsən bəy Vəliyev 20-ci əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatı barədə məqalələrlə çıxış edirdi. Bəs Məhəmməd Həsən bəy Vəliyev 1919-cu ildə yaradılmış hansı təsisatın ilk müdürü olub? Vaxt. Cavab verir Şəmsəddin İsmailov. Buyursun. Bakı Dövlət Universiteti. Xeyr. Quba düşünür. Zəhmət olmasa İsmail üçün sualı təkrarlayardınız. Məhəmməd Həsən bəy Vəliyev 20-ci əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatı barədə məqalələrlə çıxış edirdi. Məhəmməd Həsən Vəliyev 19-cu ildə yaradılmış hansı təsisatın ilk müdürü olub? Olsun,
AXC dövründə yaradılmış İqtisadiyyat Nazirliyi. Xeyr. Yeni yaranan, o zamanlar yaradılmış Azərbaycan Dövlət Bankının ilk müdürü Məhəmməd Həsən bəy Vəliyev olub. Daha bir sualım var, 2 xal dəyərində. Kimlər üçün hazırlanan dürməyə Naxçıvanlılar cücə dürməyi deyir? Vaxt. Quba komandası. Məhəmməd cavab verəcək. Uşaqlar üçün. Bəli, elədi ki, var. Onlar qısa, nazik, lap şəhadət barmağı boyda olur ki, ora-bura gəzən uşağın əlində dürməyin içindəkilər yerə tökülməsin. Ona görə ona cücə dürməyi deyirlər. Növbəti sual, yenə bir xal. 2006-cı ildə çəkilmiş Sudakı Qız filminin büdcəsi 70 milyon dollar təşkil edirdi. Halbuki filmdə bütün hadisələr bir yaşayış kompleksində baş verir. Filmdə nə böyük ulduzlar var, nə də geniş miqyaslı səhnələr. Bəs bu büdcənin böyük hissəsi nəyə xərclənmişdi? Vaxt. Özünə niyə vurursan ki? Cihazlar üçün çəkilməyəcək, işləyəcək cihazlar və ya nəfəs Cavab verir Emil Ağazadə. Buyursun, Emil. Həmin filmin çəkilməsi üçün su altında, belə deyək, filmi çəkə bilmək üçün olan cihazları almaq üçün Xeyr. təşkil edilir. Quba düşünür. Vaxt çıxır və Quba düyməni sıxmağı unudur. Kapitan düymə sıxanı tənbih edir ki, düyməni vaxtında sıxmalıydın. Dostlar, bayaq dediyim Sudakı Qız filminin büdcəsinin belə şişməsinə səbəb hər şeyin baş verdiyi o yaşayış kompleksinin inşasına xərclənmiş pullar idi. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Quba komandası üçün bu təhlükəlidir. Rəqiblər indi hesabı bərabərləşdirə bilər. Mövsüm İsmailzadə və İzzət Orucova 1935-ci ildə ailə həyatı qursalar da bir müddət sonra uzaq görən Mövsüm bəy həyat yoldaşından ayrılmışdı. Bəs bu addımı atmaqda Mövsüm bəyin məqsədi nə idi? Vaxt. Xankəndi komandası kim cavab verəcək? Cavab verir Həmidə. Buyursun. Belə düşünürəm ki, repressiyanın başlayacağını öncədən görür və arvadını da xilas etmək üçün ona ayrılır. 2-2. Hesab bərabərləşir. Kapitan inanmırdı ki, bu versiya doğru çıxar, amma bacardılar, hesabı bərabərləşdirə bildilər. Minskli Yelena Alşul 16 yaşında dünya çempionu olmuşdu. Növbəti ildə dünya çempionatı keçirilmədi və SSR çempionatında da Yelena mükafatçılar sırasına düşmədi. Amma Sergey Makarovun sözlərinə görə uğursuzluq medalla kompensasiya edildi. Söhbət hansı medaldan gedir? Vaxt. Ola bilsin, sosialist əmək qəhrəmanı medalı veriblər ona. 16 yaşında, yox. Quba düşünür. Onların keçirilmədiyinə görə. Bəlkə o arada şey olur, ana olmuyor da. Nə qəhrəman olur? Qəhrəman ana, yəni gənc ana ola bilər. Ola bilər, ola bilər. Qəhrəman ana veriblər ona. Qəhrəman ana niyə 16 yaşında? Aytac, nə düşünürsünüz? Cavab haqqını kimə verməyi? Mənim üçün təşəkkürlər. Yelena Alşul sizin kimi bir idmançı olub. 16 yaşında dünya çempionu olub. Növbəti ildə dünya çempionatı keçirilməyib və SSR çempionatında da o mükafatçılar sırasına düşməyib. Amma bu uğursuzluğu bir medalla kompensasiya edə bilib. Söhbət hansı medaldan gedir? Bəlkə o həmin çempionat keçirilmən vaxtı ana olmuşdu, onun uşağını, onun medalı kimi. Yox, onun cəmi 17 yaşı var idi. Bu o yaşdır ki, adətən sən məktəbi bitirirsən və məktəbi bitirərkən qızıl medal qazanmışdı. İdmançı olmağına baxmayaraq, o həm də yaxşı oxuyurdu. Eynən sizin kimi. Növbəti sual 2 xal dəyərində. Ben Aronoviçin qəhrəmanı Afrika mətbəxindən danışarkən anasının yemək süfrəyə düşəndə onu yandırmalıdır dediyini vurğuluyur. Bəs qəhrəman milli yeməklərə aid hansı xüsusiyyəti nəzərdə tuturdu? Vaxt. Quba. Məhəmməd cavab verəcək. Eşidirəm sizi Məhəmməd. Ola bilsin ki, çox acı olması. Aha. Hesab arasında fərq böyüyür. 4-2. 4-2. Məhəmməd Hacıbalayev komandasına bu sıçrayışı etməyə imkan verir. Məhəmməd, harada oxuyursunuz? Hal-hazırda haranın tələbəsiniz?
Hal-hazırda Bakı Dövlət Universitetində Hansı ixtisas oxuyursunuz? Filologiya fakültəsi. Maraqlıdır. Planlar nədir? Bu ixtisası oxumağınız sonra sizi hara gətirəcək? Yəqin ki, təhsilimi növbəti pillələrdə davam elətdirmək. Yəni elmi hələ yaradıcılıqla məşğul işləməyə olmaq. başlamaq istəmirsiniz? Hələ ki yox, hələ ki elmi yaradıcılıqla məşğul olmağa çalışıram. Maraqlıdır və uğurlar. Rejissor Arif Babayevin İnsan Məskən Salır, Uşaqlığın Son Gecəsi və Gün Keçdi filmləri aralarındakı bağlılığa görə trilogiya hesab olunur. Filmlər arasındakı bu bağlılığın nədən ibarət olduğunu izah edin. Vaxt. Necə? Başqa nə ola bilər? Necə aralarında trilogiya. Hansı dedi? Uşaqlığın son gecəsi. Vur. Buyurun. Ola bilsin ki, içəri şəhərdə çəkilib. Ona görə, yəni Köhnə Bakını filmlərdə belə deyək də, həmin filmlərdə Köhnə Bakı ilə bağlı əlaqəli sujetlər çoxdur. Ona görə. Yanılırsınız, Quba düşünür. Yazan, Günkeşliyin kim yazmışdı? Anar yazmışdı. Aytac. Özüm cavab verməyə çalışacağam, zəhmət olmasa təkrar yarıcı. Arif Babayevin İnsan Məskən Salır, Uşaqlığın Son Gecəsi və Gün Keçdi filmlərinin trilogiyaya oxşaması bu, yəni bu bağlılığın nədən ibarət olduğunu izah etməlisiniz. Bəlkə həmin filmlər eyni rejissor tərəfindən çəkilib. Bəli, Arif Babayev bunu mən sualda demişdim. Amma onlar insan həyatının müxtəlif dövrlərini əks etdirdiyi üçün trilogiya hesab olunur. Daha bir sual, bu dəfə 2 xal dəyərində rəqiblərinizə super fürsət verirsiniz hesabı bərabərləşdirmək üçün. Xankəndi komandası bu fürsətdən istifadə edə biləcəkmi? Əliqza, bilmirəm, arada vaxtınız olur və bu verilişə baxırsınız yoxsa yox. Cəmaat nə deyir verilişi ictimai televiziyada? Açığı çox vaxtım olmur, baxa bilmirəm. Baxa bilmirsiniz. Amma çalışacağam baxım. Yox, baxmayın. Ona görə ki, onda sualın cavabını biləcəksiniz. Amma bilirəm ki, Aytac özü ilə komanda yığıb bu verilişdə hətta iştirak da edib. Bəli, 1 il öncə iştirak edirəm. 1 il öncə. Bu yaxınlarda isə mənim həmkarım Ağa Nadirov, deməli, Cəmaat nə deyir verilişində, raundun əvvəlində yarışmağa çıxan 2 iştirakçı haqqında danışarkən iyun və iyulu xatırlamışdı. Bu iştirakçıların 4 hərfli adlarını deyə bilərsinizmi? Vaxt. Quba komandası buyurun. Kim cavab verəcək? Məhəmməd cavab verməyə çalışacağam. Amil Amin. Xeyr. Məhəmməd masadan qalxmalı olur. Emin. Sonra uşaqlar. 2 nəfər adam adı demək lazımdır. Yəni içəridə. Rejissor özün adı nə idi aparıcın özün? Sonunu təkrar etdirsən. Sual təkrar etdir. Sən vur. Eşidirəm səni. Emil Ağazadə üçün təkrar yardıcıda zəhmət olmaz. Bu yaxınlarda həmkarım Ağa Nadirovun Cəmaat nə deyir verilişində, raundun əvvəlində yarışmağa çıxan 2 iştirakçı haqqında danışarkən iyun və iyulu xatırlamasının səbəbi nə ola bilərdi? Birinin adı Emil, digərinin adı Emin olması. Səhv salmamaq üçün bu çox yayğın adları o iyun və iyulla işarələmişdi ki, bəli, 4-4 hesab bərabərləşdi. Və rəmzidir ki, bu suala məhz Emil cavab verir. Çünki o da tez-tez izah eləməli olur ki, iyuldakı lı, yoxsa iyundakı nı. Növbəti sual. Nəyə görə emiqrasiya edən Tuvalu sakinləri özlərini iqlim qaçqınları adlandırırlar? Vaxt. Quba düyməni sıxdı. Kim cavab verir? Gültac cavab verməyə çalışacaq. Eşidirəm sizi. Salam. Çünki Tuvalu kiçik ölkədir və oranı hər an su basma təhlükəsi ilə yaşayır. Ona görə yəni onlar hətta konfranslarda da onların naziri çıxış eləyir və diqqət çəkməyə çalışır ki, iqlim dəyişkənliyinə. Siz bunlardan bilirsiniz. Mən o ölkə haqqında bir belə deyək də video çarx izləmişəm. Oradan məlumatım var. Ora hətta yəni çox kiçik olduğu üçün belə deyək də, hər an su basma təhlükəsi olan bir yerdə. Əhalisi azdır, özü də çox kiçik bir ada dövlətdir. Tamamilə doğrudur. 5-4. Quba komandası masa arxasında qalır və növbəti rəqibini gözləməli olur. Bir bank komandası sizi yaşıl masa arxasına dəvət edirəm.
Akif Məhərrəmov, Rüstəm Babayev, Kamran Qasımov, Rıza Dadaşzadə, Surxay Əlizadə və komandanın kapitanı Gündüz Abbaszadə yerlərini yaşıl masa arxasında alırlar. Belə ki, indi onlar 2 vacib döyüş keçirəcəklər. Bu döyüş final döyüşləridir. Amma ondan öncə mən musiqili time-out elan etmək istəyirəm və yaxşı da musiqi fasiləsi olacaq. Belə ki, Nigar The One Brandingin bugünkü qonağıdır. İctimai Televiziyanın efirində Brain Ring'e baxırsınız əziz dostlar və verilişimizin baş sponsoru NAR'dır. İnternetdə daha çox zaman keçirməyi sevənlər, məncə cavanlar sizin üçün ən uyğun tarifdir. Bu tarifdə siz 5,5 GB internet, sosial şəbəkələr üçün ayrıca 5,5 GB internet, bir də tarif daxili 550 dəqiqəni ayda cəmi 10 manata əldə edirsiniz. Cavanlar tarifi ilə internet əyləncənizi 2 qat edin, 2 qat zövq alın. Brain Ring'in maliyyə sponsoru isə Azərbaycanın ilk rəqəmsal bankı Bir Bankdır. İndi bank filialına getmədən, növbə gözləmədən nağd pul kreditini başdan-başa onlayn sifariş etmək olur. Bunun üçün Bir Bank saytına və ya tətbiqinə daxil olub, nömrənizi, PIN kodunuzu qeyd edin və nağd pul krediti cəmi bir neçə dəqiqə ərzində kartınızda görünsün. Bugün Müstəqil Hakimlər Kürsüsündə baş sponsorumuz olan Narın Marketinq Ünsiyyət Vasitələri üzrə bölmə rəhbəri Aydın İsrafil və Gənclər və İdman Nazirliyinin sektor müdürü Kənan Kərimovdur. Kənan bəy, çox gərgin bir yarını geridə qoyduq. Verilişin birinci hissəsində gördüyünüz kimi böyük ümidlər bəslədiyimiz komandalarda diskvalifikasiya, şans oyunundan çıxan Naxçıvan komandası rəqib çağırır, özü qalmır, rəqib finala çıxır. Bir Bank indi əyləşib və digər tərəfdən də Quba komandasının parlaq oyunu nəticəsində onlar da finalda oynamaq fürsəti əldə ediblər. Sizin gözləntiləriniz?
Təşəkkür edirəm. Düşünürəm ki, bu mövsümdə həqiqətən də güclü komandalar qalib gələcək və ruhdan düşmək lazım deyil. Ancaq irəli, irəli, irəli. Sizə uğurlar arzu edirəm. Bugün qalib gələcək komanda may ayının finalında oynamaq şansı qazanır və hər zaman olduğu kimi baş sponsorumuz NAR ayın çempionlarına xüsusi hədiyyələr təqdim edəcək. NAR sənə ən yaxın. Daha bir hədiyyəni NAR 4G nişanlı final döyüşləri öncəsi düymə sıxanlara hədiyyə etmək fikrindəyik. NAR 4G xidməti qədər görək kim sürətli ola biləcək. Diqqət, vaxt. Bir bank komandasında fal start, Quba komandasının başı söhbətə qarışsa da NAR 4G nişanını indi sinəsinə taxmağa müvəffəq olurlar. Mən sizə NAR-ın 4G xidməti qədər sürətli olmağı arzu edirəm. Hə Aytac, deyəsən düz tapdım. Başlı söhbətə qarışmışdı elə bir. Düymə sıxan başı məncə heç vaxt söhbətə qarışmamalıdır. Amma siz ona nəsə təlimat verirdiniz və birdən başa düşdünüz ki, indi vaxt komandası sıxmaq lazımdır. Hər şəhərdə bir xeyir var da. Vallahi bütün döyüşlər 5 xala qədər 2 döyüş olacaq. Uğurlar həm Qubaya, həm də bir bank komandasına. Həkim Klaus Püşelin azyaşlı nəvəsi 2020-ci ildə televiziyaya və qəzetlərdə gördüyü nəyi dəniz kirpisi və tikanlı şabalıd qabığına bənzətmişdi. Vaxt. Quba. Məhəmməd cavab verəcəksin. Koronavirus, onun forması yəni. Elədir ki var, 1-0. Məhəmməd komandanı yerinə daha bir xalla mükafatlandırır. Daha bir sual. Rəvan Cavidin hekayəsinin qəhrəmanı bir həmyerlimizi axtararkən limanları gəzir. Axşamlar taksilərə minir. Baladadaş və Zaur adlı şəxslərdən kömək istəyir, amma ki, yaman ayrılıqdan canını qutara bilmir. Bəs bu hekayədə axtarılan həmyerlimiz kim idi? Vaxt. Quba komandası düymə sıxılıb, kim cavab verir? Məhəmməd cavab verəcək. Flora Kərimova olsun. Yox. Masadan qalxmalı olur. Bir bank komandası. Aman ayrılıq mahnısı kimi. Emin Sabitoğlu'dur. Emin Sabitoğlu. Emin Sabitoğlu'dur. Yaman ayrılıq bu. Özüm cavab verməyə çalışacağım. Emin Sabitoğlu. Bəli, Emin Sabitoğlu sözü gedən mahnıların müəllifi, bəstəkar Emin Sabitoğlu'dan söhbət gedirdi. Amma məntiqi pis tutmamışdı komanda. Heyif ki, güclü oyuncu Məhəmməd Hacıbalayev'i itirməli oldular. Gündüz, Tofiq Quliyev ilə Emin Sabitoğlu arasında yaş fərqi çox olsa da, onlar səndimə çox yaxın dost olublar və bir-birinə çox bağlı olublar. Təsadüfidir ki, bunları da cəmi 50-60 gün ayırır. Nələri? Vaxt. Quba komandası buyurun. İsmail Məmməd Quliyev cavab verəcək. Buyursun. Olsun gibi onların ölüm tarixləridir. Düzdür, 2-1. Hər iki böyük musiqi adamı bu dünyadan elə 50-60 günlük arayla köçmüşdülər. Növbəti sual, yenə bir xal. 1998-ci ildə Boliviyadakı bir həbsxananın qonşuluğunda yaşayan şəxslər paltar oğurlamaqla məşğul olurdular. Qəribədir ki, bunun qarşısını almaq istəyən məhkumlar həbsxana rəhbərliyə hansı xahişlə müraciət etmişdilər? Vaxt. Onlar bağçada demişdi, öz paltarlarını qoyaq, o quranda tutaq, zolaqlı paltarı. Nəsə nişan qoysun, Paltarda nəsə fərqləndirici bir şey olmalı ki, bilsinlər də bunu. Yox, bilsələr nə olacaq ki? Uğramasınlar. Bilirlər paltarları. Deyir ki, çərçivənin qırağında tel çəkirlər. Yox, oğurluq deyirlər. Yəni deyir ki, gəlin paltarımızı oğurlasın. Quba komandası. Özüm cavab verməyə çalışacağam. Bəlkə onlar xahiş eləmişlər ki, onların hamısına eyni rəngli, eyni tipdə paltarlar versinlər. Yox. Bir saniyə qalıb bir bank komandası üçün. Akif Məhrəmov sual təkrarlayın zəhmətimiz. 98-ci ildə Boliviyadakı bir həbsxananın qonşuluğunda yaşayan şəxslər paltar oğurlamağa başlayandan sonra bunun qarşısını almaq istəyən məhkumlar həbsxana rəhbərliyinə hansı xahişlə müraciət etdilər? Onlar dedi ki, ola bilsin bizim həbsxana paltarları hamısı eynidir. Onları aparın, verin onlara. Onların paltarını gətirin bizə. Onu oğurlamayacaqlar da. O heç kimə lazım deyil. Bilirsiniz, məhkumlar hasarın çox hündür olmamağından razıydılar. Bircə bu problem olmasaydı, məcburiyyətdən onlar demişlər ki, o hasarı biraz hündür eləyin. Bunlar hasarı aşıb gəlib bizim paltarlarımızı oğramasınlar. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Diqqət! Ədəbiyyatşünas Həkim Qəni şair Əliağa Vahidin 2-ci Dünya müharibəsinə göndərilməsinə necə mane olub? Vaxt.
Yazır da, yəqin ki, o xəstəliyi var. Seçərlər sənəd verir. Hə. Buyurun. Akif Məhərrəmov. O ona xəstəlik kağızı verib ki, o səyahəti ilə bağlı ora gedə bilməz. Tam doğru cevap 3-2. 3-2 ve Birban komandasının hesabda üstünlüğü. Növbəti sual. Meksikada tapılmış və rəngi qırmızıdan tün qırmızıya dək dəyişən qiymətli daşa Troya nəyi adını vermişdilər? Vaxt. Quba komandası buyurun. İsmail cavab verəcək saniyədə. Belə fərz edək ki, bunun adı Rubindir. Yanılırsınız. Masadan qalxmalısınız. Birban komandası düşünün. Troya nə Troya. Bu qələmin var da. Dəniz atı bəlkə, Troya dəniz atı. Bu qələmin daşdı. Troya dəniz atı olursa sən Mirvarisi seçim eləyərsən. Troya. Atına görə dəniz atı. Yox, dəniz atı. Zəhmət olmasa Rıza Dadaşzadə üçün sualı təkrarlayasın. Meksikada tapılmış və rəngi qırmızıdan tünd qırmızıya dək dəyişən qiymətli daşa Troya nəyi adını vermişdilər? Bəlkə dəniz atı. Yox, Troya yanğını, daş alov kimi qırmızı idi və rəngi bax bu cür bərq edirdi. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. Quba komandası bu çox riskli sualdır. Çünki rəqibləriniz cavab verdiyi təqdirdə döyüşün qalibidirlər. Siz isə hesabda üstünlük əldə edə bilərsiniz. Bircə suala cavab verməklə. Uruqvay qonşu ölkələrlə müqayisədə yüksək təhlükəsizlik səviyyəsi və aşağı inflyasiya dərəcəsi ilə seçilir. Baxmayaraq ki, bu ölkə əsasən düzənliklərdən ibarətdir. Onu tez-tez Cənubi Amerikanın nəyi adlandırırlar? Vaxt. Birban komandası. Özüm cavab verəcəm, İsveçrəsi. 5-2. Elədi ki var. Son saniyədə kapitanı risk etmədən cavabı verir və özünə qələbə qazanır. Birban komandası beləcə Quba heyətini yenidən masa arxasında yığır və 2 final döyüşündən görə necə baş çıxaracaqlar. Çünki birini uduzdular. Quba komandası bu qələbə ilə indi hesab arasında fərqi belə deyək ki, minimuma endirə bilər və bu bərabərlik onlara daha bir sual eşitmək şansı verəcək. İkinci döyüş başlayır. Və Gündüz bir futbol şərhçisi, bir futbol oyuncusundan qorxmalıdırmı? Ehtiyat etməlidirmi? Daha doğrusu futbol hakimindən. Siz bilirsiniz, rəqib komandanın kapitanı Aytaç futbol hakimi kimi çalışır. Bəli, tanıyıram şəxsən. Ehtiyat etməməlidir, amma futbol şərhçisi hakimin verdiyi qərarla bağlı şərh verdiyi zaman əmin olmalıdır ki, bu qaydanı həqiqətən də bilir. Çünki dəfələrlə biz bu problemləri yaşamışıq. Siz mənə eyham vurursunuz hakim deyəndə, yoxsa ona eyham vurursunuz? Mən futbol hakimi dedim. Aydındır. Diqqət, sual. Çin və Nepalın sərhədində Rongbuk Buddhist monastırı yerləşir. Hansı xüsusiyyətinə görə bu monastır tez-tez dünyada ən sözləri ilə xatırlanır? Vaxt. Quba? Gültaç cavab verəcəksən. Ən yüksəkdə yerləşən monastır kimi. 1-0. Yenə hesabı açmaqla Quba komandası bizə sanki bu döyüşdən nəsə gözləməli olduğumuzu vəd edir. Əhsən, Gültaç. Növbəti sual. Fərziyyələrdən birinə görə Fatih Terim Şalkedə çıxış edən Xəlil Altıntopu millinin təlim məşq toplanışında qardaşı ilə söhbət edərkən eşitdikdən sonra Avropa çempionatına aparmamışdı. Dəqiqliklə deyin, Terim Xəlil Altıntopu niyə heyətdən çıxarmışdı? Vaxt. Quba komandası. İsmail cavab verəcək. Onu qardaşından səhv salmışdı. Yanılırsınız, masadan qalxmalı olursunuz. Birban komandası düşünür. Türk Türklə, Türk şəhvəsinə Alman çıxarır. Bu bir, ikinci. Başqa nə ola bilər? Əkiz qardaşdılar, başqa. Əkiz dedi də, o dedi, nəsə quşlar bilərdi. O yaxşı da almaq. Rüstəm Babayev, zəhmət olmasa təkrarlayasın. Dəqiqliklə deyin, Terim Xəlil Altıntopu niyə heyətdən çıxarmışdı? Ona görə ki, iki türk, yəni bir-biri ilə türk dilində deyil, alman dilində çox güman ki danışırdılar. Ona görə də Türkiyə millisini heyətindən çıxarmışdı. 1-1. 1-1. Hesab bərabərləşdi.
Növbəti sual. Yeni Zelandiyanın ilk peşəkar klubu Auckland Kings 5 il hansı ölkənin futbol çempionatında çıxış edib? Vaxt. Bir bank komandası. Özüm cavab verəcəm. Avstraliya. 2-1. Bəli. İş ondadır ki 1999-cu ildə Auckland Kings peşəkar futbol oynamağa qərar verəndə Yeni Zelandiyanın peşəkar liqası hələ yox idi. Növbəti sual, yenə bir xal. 16-cı əsrdə Wolfenbüttel Alman şəhərində hansı ictimai iaşə müəssisəsinə uzun geyimdə gəlmək və qayçı gətirmək qadağan idi? Vaxt. Alman hansı şəhərdə paltarla bağlı hansı şəhər var? Dərzi şkolada. Niyə qayçı? Qayçı nə kəsmə apara bilər? Nəyə kəsmə apara bilər? Bir bank komandası buyurun. Rüstəm Babayev. Yaşa obyektidir amma biz həbsxana düşünürük. Yox. Yanılırsınız. Quba düşünür. Orada yəni xristianlıq geniş yayılmış bir dövrdə, yəni günah olardı, yəni qısa ətəklə falan gezmək, ona görə satmaq olmaz. İctimai iaşə deyir. Uzun paltar. Düymə sıxılıb və Aytaç cavab haqqını kimə verirsiniz? Gültaç cavab versin. Gültaç, 16-cı əsr Wolfenbüttel Alman şəhəri hansı ictimai iaşə müəssisəsinə uzun geyimdə gəlmək və özünlə qayçı gətirmək qadağandır? Ola bilsin ki, bərbər deyə düşünürük. Bəs onda niyə uzun geyimdə gəlmək? Bax, budur məsələ. Çünki uzun geyim adətən ona işarədir ki, kimsə paltarının altında oradan nəsə oğurlaya bilər. Belə qiymətli şeylər həm də qayçıdan zərər görə bilər. Kitabxana ola bilərmi? Ola bilər. Bu cavab bəzi komandalarda var idi, amma həmin komandalar masa arxasında oynamırlar. Növbəti sual 2 xal dəyərində. Quba komandası hesabda irəli çıxmaq şansı. Leonid Prox yazır ki, yaz gecə-gündüz bərabərliyindən dərhal sonra Misirdə çətin dövr başlayır. İnsanlar boğulma hiss etməyə başlayırlar. Nəqliyyat isə bəzən dayanır. Bu dövr yerli rəvayətlərə görə tam olaraq bu qədər davam edir. Bəs neçə gün? Vaxt. Nə bilim, bilmirəm. Bir bank komandası. Akif cavab verməyə çalışacaq. Belə bir hekayə var, Misirin 10 lənəti, 10 gün yəni. Yox. Quba. Neçə gün deyir. Bax, məntiqli bir şey olmalı. Neçə gün. Nə qədər müddət, neçə gün. Məntiqli bir cavab olmalıdır. Günə uçuran bir şey olmalı. 40 niyə? Misirlə 40-ın nə dəxli var? Bilmirəm. Misir tarixinə mart ayında, martdan Aytaç. Sadiq cavab verməyə çalışacaq. Zəhmət olmasa təkrarlayarsınız. Leonid Prox yazır ki, yaz gecə-gündüz bərabərliyindən dərhal sonra Misirdə çətin bir dövr başlayır. İnsanlar boğulma hiss etməyə başlayırlar. Nəqliyyat bəzən dayanır. Bu dövr yerli rəvayətlərə görə tam olaraq bu qədər davam edir. Neçə gün? Bəlkə bu 13-ün nəsliyinə görə 13 gündür. Bilirsiniz, mən düşünürdüm nəyə görəsə bu suala Məhəmməd cavab verəcək. O filoloqdur və yəqin ki, ərəb dilində 50 sözünün necə səsləndiyini bilir. Xəmsin küləyinin əsdiyi dövrü belə adlandırırlar. Siz mənə 50 deməliydiniz. Ondan nə az, nə də çox. Növbəti sualın dəyəri qalxdı 3 xal və bir bank komandası indi bircə suala cavab verməklə özünə may ayının finalında yer edə bilər. Amma hesabda irəli çıxmaq üçün Qubanın da bir şansı var. Murad Bəlgə yazır ki, orta əsrlərdə İstanbulda satılan ədviyyat adətən bu ölkə vasitəsilə gətirilirdi. Hansı ölkə? Vaxt. Işıq qırmızı masada yanıb.
Özüm cavab verəcəm. Bu yəqin ki Mısır çarşısına görə Misirdən gətirilir. 4-2! Bravo! Quba komandası təslim olmur. Növbəti sual onları döyüşün qalibi edə bilər. Bir neçə il əvvəl Çində Chao soyadlı olan bir qız keçmiş sevgilisinə üzərində belə bir yazı olan bağlama göndərmişdi. Mən 3 gün ağladım, indi sənin növbəndir. Bu bağlamada 1 ton nə var idi? Vaxt. Yaşıl masada fal start və Quba komandası düşünür. Mən 3 gün ağladım, indi sənin növbəndə. İndi sən ağlamalısan. Bir ton soğan ola bilər. Sifariş verib də. Çox bahalı bir şey də deyil də. Əslində oturur. Soğan deyə yoxsa soğan qabığı. Soğan qabığı ağlatmır axı. Qabığını tona. Aytaç hesabı, final döyüşlərin hesabını bərabərləşdirmək fürsətiniz var. Cavabınız? Olsun soğan. Soğan necə qaçlar? Doğrudan da elədi. Final döyüşlərin hesabı bərabərləşdi və indi hər şeyi həll edən sual. Hər şeyi həll edən sual redaktorlarımızdadır. Mən ümid edirəm ki, hər iki komandanın bu sualdan sonra üzü də güləcək, bəxti də oynayacaq, amma bir komanda may ayının finalına çıxacaq. Və müstəqil hakimlərimiz redaktorlarımızdan mesaj alırlar. Deyirlər, biz seçim edə bilmirik. Siz seçim edin. Diqqət, sual belədir. Cartier şirkətinin Cartier Love adlanan ən məşhur bilərzik dəstlərindən birinə bilərziyin 2 yarısı vintlər və vintaçan daxildir. Bəs bu bilərziyin yaradıcısı Aldo Cipullo bu dizaynı hansı məqsədlə edib? Yəni, mənə onun ideyasını izah edin. Vaxt. Bir bank komandası, buyurun. Hakim Məhrəmov. Eşidək. Bu ideyası odur ki, bir-birini sevən cütlüklər biri yarısı birində olacaq, yarısı da o birisində olacaq. Yanılırsınız. Qalan 18 saniyə Qubanındır. Ayrılmaq istəyənlər çıxsınlar. Yalan ayrılmasınlar. Heç vaxt onun ideyası belə idi. Heç vaxt ayrılmasınlar. Həmişə bir yerdə olsunlar. Yəni ki, amma həmişə bir yerdə olsunlar. Açarı kilidləyib Parisdə şey eləmirlər, atmırlar çaya. Bu da belə bir şey. Yox, ondan Eşidirəm sizi Aytaç. Gözəl fürsət yaradım. May ayının finalına çıxa bilərsiniz, əgər doğru cavabı versəniz. Kim cəhd edəcək? İzah etsin. Məhəmməd üçün sualı təkrarlayarsınız. Cartier şirkətinin Cartier Love adlanan ən məşhur bilərzik dəstlərindən birinə bilərziyin 2 yarısı vintlər və vintaçan daxildir. Bu bilərziyin yaradıcısının bu dizaynı hansı məqsədlə edilib? Yəni, onun ideyası nədədir? Belə bir fakt var ki, çox vaxt Parisdə açarı bağlayırlar, sonra onu çaya atırlar açarı. Ola bilsin, burada da onu bağlayırlar ki, bir-birlərindən heç vaxt ayrılmasınlar, daha sonra onu atırlar, yəni belə. Xeyr, belə bir bilərziyi sən özün özünə bağlaya bilməzsən. Mütləq yarın olmalıdır ki, onu sənin üçün bərkitsin, qoluna ancaq başqa bir insan taxa bilər və bu sevginin rəmzi olan belə bilərziklərdir. Dostlar, bu oyun sizin qolunuza elə bir bilərzik taxıb ki, buraxmaq istəmir. Yaxşı, gəlin başqa sualla oynayaq. Rembrandt 25 yaşı olarkən Amsterdama şan şöhrət əldə etmək üçün köçmüşdü. Lakin o orada sərt rəqabətlə üzləşir. Təəccüblü deyil, axı şəhərdə yüzlərlə istedadlı rəssam işləyirdi. Bəs Rembrandt nə etdi ki, digərlərindən fərqlənə bilsin? Vaxt. Vandrin qoydu, ola bilər, hə? Oturdu özünə. Bir olur. Rıza Dadaşzadə. Buyursun. Bəlkə o özünə soyad götürdü, Vandrin adı ilə sonra işləməyə başladı. Bu inadı digərlərindən fərqlənmiş olur. Yanılırsınız. Yox, Quba komandası düşünür. Anatomiya dərsi adlı əsər çəkib o. Okeydə ona ola bilər, amma bəlkə o rəssam var. Doktor anatomiya dərsi ilə bir əsəri vardı onun. Həmin dövrdə ən yaxşılar çəkirdi onu, bəlkə ona görə oldu. Bir də ver sənin deyim. Eşidirəm sizi Aytaç. Mənim üçün təkrarlayardı zəhmət olmasa. Rembrandt 25 yaşı olarkən Amsterdama şan şöhrət əldə etmək üçün köçmüşdü. Amma orada sərt rəqabətlə üzləşib şəhərdə yüzlərlə istedadlı rəssamın olduğunu görür. Bəs Rembrandt nə etdi ki, digərlərindən fərqlənə bilsin? O öz tərzini yaratdı və onlardan tamam fərqli bir tərzdə çəkdi. Hər bir rəssamın öz tərzi var. Digərlərindən fərqlənmək üçün Rembrandt işlərini bayaq
adı çəkilən Van Rijn soyadıyla yox, yalnız adıyla imzalamağa başladı. Digər məşhur Holland rəssamlarını isə biz soyadlarıyla tanıyırıq. Kim bir bank komandasına azarkeşlik edir? Qubanın qələbəsini kim istəyir? Qədim Yunanlar hansı sözü 4 il uzunluğunda zaman vahidi kimi istifadə edirdilər? Vaxt. Olimpiyada. Doğrudur. Bir bank komandası may ayının finalına bu suala doğru cavabı çox qısa müddətdə tapmaqla çıxdı. Görürsünüz necə olur. Bax belə. Təcrübə, bilik və bir də başqa hansısa kimyası var bu işin. Onu artıq, əziz tamaşaçılar, mən sizdən gözləyəcəm. Yazın bizə Braining Facebook səhifəsinə və ya birbaşa. Nə düşünürsünüz oyunumuz haqqında? Özünüz oynaya bilərdinizmi? Bir gün burada görüşmək ümidiyle. Bir həftədən sonra. Salamat qalın. Ətrin sənin yanda vurulur nəbsim. Gözüm mənim dəyişir rəngi. Sən mənə elə baxma, mənim ürəyimə yara salma. Elə gölgələr var, nə düzünü deyən var. Doğruların altında mən, nə gizli var. Nə sevirəm deyən var, nə gedənə deyim qal. Güvənmədiyinə səhvlər, amma nə fayda var. Açma, yazma, qalma, amma sevgi var. Güvənmədiyinə səhvlər, amma nə fayda var. Açma, yazma, qalma, amma sevgi var. Sevgide kalanlar, yad olar, ümid olar. Seçimde yalanlar, güveni ahı kovar. Sevgide kalanlar, yad olar, ümid olar. Seçimde yalanlar, güveni ahı kovar. Sevgide kalanlar, yad olar, ümid olar. Sevgide kalanlar, yad olar, ümid olar. Güvənmədiyinə səhvlər, amma nə fayda var. Açma, yazma, qalma, amma sevgi var. Güvənmədiyinə səhvlər, amma nə fayda var. Açma, yazma, qalma, amma sevgi var. Güvənmədiyinə səhvlər, amma nə fayda var. Açma, yazma, qalma, amma sevgi var. Güvənmədiyinə səhvlər, amma nə fayda var.